Kəlbəcər rayonunun Zülfüqarlı kəndi ərazisində qonur ayı görüntülənib. Bu barədə Kəlbəcər rayonunda bildirilib ki, qonur ayı Kəlbəcər dağlarında ən çox rast gəlinən və yayılmış növlərdən biridir. Qeyd edək ki, bu növə sıx meşəlik və yüksək dağlıq ərazilərlə yanaşı Tutqunçay və Tərtərçay hövzələrində də rast gəlinir. Narkotik ittihamı ilə məhkum edilən informasiya və kommunikasiya texnologiyaları üzrə tanınmış ekspert İlqar Əliyev vəfat edib. O, həbsdə xəstəlik səbəbindən dünyasına dəyişib. Qeyd edək ki, bu ilin martında İlqar Əliyevin cəzası 4 ildən 3 ilə endirilmişdi. Xatırladaq ki, İlqar Əliyev əvvəllər Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Qapalı Səhmdar Cəmiyyətində İnformasiya Texnologiyaları Departamentinin müdiri, həmçinin bank sektorunda müşavir kimi fəaliyyət göstərib. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitə və psixotrop maddə əldə etməkdə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum edilmişdi. Məhkum həm apellyasiya, həm kassasiya şikayətlərində məhkəmədən bəraət istəyirdi.